Salam, hər vaxtınız xeyir əziz və dəyərli tamaşaçılar. Sağlam Səhət verilişində yenidən hər birinizi xoş gördük. Həftənin son buraxılışı ilə sizin qarşınızdayıq və bugün biz hamiləlik və təbii doğuş haqqında söhbət aparacağıq. Suallarımızı ginekoloq Güləbətin Göyüşova cavablandıracaq. Sağlam Səhətə baxırsınız və qonağımız Güləbətin Göyüşovadır. Ginekoloq, xoş gəlibsiniz doktor. Və biz həkimimizlə hamiləlik və təbii doğuş haqqında söhbət aparacağıq. Doktor, demək olar ki, son həftələrdə ən çox hamiləliklə bağlı suallar alıram. Bilmirəm, bu ərəfədə hamilələr daha çoxmu olur, nə ilə bağlıdırsa çox alıram və ona görə düşündüm ki, elə sizinlə biz bu mövzunu müzakirə edirik. Doktor, bir qadın hamilə olduğunu öyrəndiyi andan ginekoloqa müraciət etməlidir. Bəli, hamiləliklə bağlı suallar təbii ki, həmişə olacaq. Bəli. Çünki yeni ailə quranlar, yeni ailə quran xanımlar, cütlüklər bir müddət sonra övlad sahibi olmaq istəyirlər. Və burada övlad sahibi olmaq istədikdə də hər kəs təbii ki, sağlam övlad dünyaya gətirmək istəyir ki. Və beləliklə də bir neçə suallar ortaya çıxır. Dediyiniz kimi, ginekoloqa nə vaxt müraciət edək, hansı müayinələrdən keçək. Hətta bəzi xanımlar olur ki, ailə daxilində də olur ki, təzə hamilə qaldıqdan sonra erkən olsa da belə bir sual yaranır ki, doğuşu necə, harada olsun, təbii yolla mı həyata keçirsin, keysəriyyə ilə başa çatdırsın. Çünki son vaxtlarda təbii yolla doğuşlar təbii ki, hamımız görürük ki, azalıb. Ona görə də xanımlar ilk dövrlərdən də belə bir suallarla qarşılaşa bilirlər. Hamiləlik fizioloji bir prosesdir, amma təbii ki, bəzi qadınlarımızda öncədən olan problemlərlə yanaşı və yaxud da hamiləliyin özünə bağlı olaraq patologiyalar meydana çıxa bilər. Bu az bir qrup hamilələrdə olur. Biz bunu patoloji qrup hesab edirik və ona uyğun da müayinələr də fərqli olur, müalicə protokolu da fərqli olur. Amma qeyd etdiyiniz kimi, əgər bir qadın hamilə olduğunu bilirsə, təbii ki, bu artıq evdə etdikləri menstrual siklin gecikməsi olursa, xanım artıq burada hamiləlikdən şübhələnir, hamiləlik testi edir və hamiləlik testi pozitiv çıxdıqdan sonra onlar həkimə nə vaxt müraciət etməlidir? Həmin həkim başlayır axtarmağa başlayırlar. Bu axtarmada təbii ki, burada böyüklərin sözü önəmli olur, yan görəsi, ətrafdakı insanlar, o ailədə başqa həkimə müraciət olublarmı, ginekoloqdan razıdırlarmı? Bu şəkildə davam edilir. Bəzi xanımlar isə sosial mediadan artıq həkimlərini seçə bilirlər. Yəni, bu da bir normal, təbii haldır. Çünki zəmanənin tələbinə uyğun olaraq. Biz burada hamilələrə ilkin olaraq foltursu təyin etmək məsləhət görürük. Çünki bu bütün qrup hamilələrə təyin olunmalıdır. Burada yaş faktoru və yaxud da ki, digər faktlar nəzərə alınmadan. Çox vaxtı bizə xəstələr təbii ki, telefon vasitəsilə müraciət edirlər. Onlara biz test təzə olunubsa, əgər yanaşı bir problem yoxsa 2 həftə sonra müraciət etmələrini, ginekoloji müayinəyə gəlmələrini məsləhət görürük və ilkin müayinədə də foltursu yəni onlara resept şəklində yazırıq. Təbii ki, bəzi hamilələr vardır ki, onlar öncədən planlayırlar. Hamiləlikdən 3 ay öncə, 6 ay öncə bəzi check-up müayinələrdən keçirlər. Bu daha mı yaxşıdır, doktor? Əlbəttə, bu daha yaxşıdır. Biz burada bəzi problemlər varmı, xüsusən də tiroid vəzi, yəni el arasında zob bildir ki, mən onu qeyd etmək istəyirəm ki, bir 5 il öncə apardığımız hamilələrdə 10 xəstənin ikisində biz qalxanvari vəzdə bir problem görərdik, orada dərman təyin edərdik. Amma son dövrlərdə ona görə də ilkin olaraq hamilə müraciət edirsə və yaxud da ki, hamilə artıq telefonla əlaqə saxlayırsa, gəlmədən öncə deyirəm ki, bir TSH analizi, yəni zobla bağlı analizi verək və orada da görürəm ki, hamilərin 10 hamilənin artıq 6-sında, 7-sində TSH-da, yəni sayın artması müşahidə olunur ki, biz də burada yanaşı olaraq dərman preparatı xəstəyə verməli oluruq. Bu da bir önəmli faktor. Son dövrlərdə, yəni bu mənim özümün də bir baxdığım, necə deyim, nəzərimdə olan bir faktor. Görürəm ki, hamilələrdə bir 5 il öncə ilə müqayisə edəndə əməlli başlı fakt var. Bu, yəqin ki, bəzi ətraf mühit faktorları, qidalanma, havanın təsiri, havada olan çirklənmənin təsiri. Çünki qalxanvari vəzi çox həssas bir üzvdür. Ətrafdakı olan şüalanmaya, radiasiyaya, qidalanmaya çox tez reaksiya verən bir üzvdür. Xüsusən də hamiləlikdən öncə bəzən yoxlayırıq.
yəni müraciət edən xanımlarda hamiləlikdə öncə heç bir problem olmur, amma hamilə qalır, bir həftəsində, 2 həftəsində sonra artıq qalxanvari vəzidə, yəni zobda dəyişikliklər meydana çıxır. Biz bunları təbii ki, dərmanlarla korreksiya edə bilirik, amma korreksiya etmədiyimiz gecikmiş hallarda isə düşüklərə səbəb ola bilər, uşaqda bəzi genetik qüsurlara, xüsusən də zəka ilə bağlı problemlərə gətirib çıxarda bilir. Doktor, ən çətin hamilələr ilk hamiləlik keçirən qadınlardırmı? Daha çox salları olan, daha çox təlaş yaşayan? Bəli, burada çətin, bir var tibbi cəhətdən çətin, bir var hamiləni idarə etmək baxımından çətin. Sözsüz, ilk hamiləlik bizim üçün də çətin olur. Hamilənin özü üçün də istər-istəməz hər şeydən narahat edir, kitablar oxuyurlar. Bəzən hamilə olur ki, yediyi hər bir qidanı belə bizdən soruşur, telefondan ya əlaqə saxlayır, özü üçün suallar yazır. Yaxınları da çox həyəcanlı olurlar. İkinci hamilələrdə təbii ki, daha rahat olur. Artıq özlərinin də təcrübəsi olur. Nəyin doğru, nəyin yanlış olduğunu müəyyən qədər bilir. Hətta mən bəzən hamilələrə deyirəm ki, bu qədər həyəcan, stres keçirtməyin. Keçirdiyiniz həyəcan, stres istər-istəməz hormonlar vasitəsilə bunu uşaqlarınıza da ötürürlər. Ona görə də təbii ki, ailələrdə ilk uşaqlarda da biraz kaprislər mi deyim, bəzən daha ərköyün olurlar. Bu həm qadının hamiləlik dövründə keçirdiyi həyəcan, təşvişlə bağlıdır. Həm də doğulduqdan sonra istər-istəməz ilk övladı olan münasibətlə ikinci, üçüncü övladı olan münasibət dəyişir. Bəli, burada hamilələr çox həyəcanlı olurlar, çox stresli olurlar. Qəbul etdikləri qidanı, dərmanı araşdırırlar. Ən yaxşısı nədir, onu qəbul etməyə çalışırlar. Hamiləlikdə özlərini daha rahat hiss etməyə çalışırlar. Bunun üçün də həmişə deyirəm ki, yəni təmiz havada olmağa çalışın, hərəkətli olmağa çalışın. Təbii ki, burada yanaşı olaraq düşük təhlükəsi yoxdursa, sonra hamilələrə məsləhət görürəm, su için gün ərzində ən azı 2 litr suyu qəbul edin və bir də onu qeyd etmək lazımdır ki, çox yeməkdənsə daha sağlıqlı və porsiyonları düzgün şəkildə qəbul etmək daha düzgündür. Artıq qızlarımız burada çox biliklidirlər, məlumatlıdırlar. Amma yanaşı olaraq bəzi bu ailə faktorları ortaya çıxır ki, onlar bizə müdaxilə edirlər. Hamilə ilə bu həkim arasında olan bəzi münasibətlərimizi poza bilirlər. Doktor, heç sizə də deyən olurmu ki, doktor, deyəsən uşaq tərpənmir, bu təlaşla sizə zəng edənlər olurmu? Təbii ki, xüsusən də ilk hamiləliklərdə biz uşağın tərpənməsinə ana bir qədər geç hiss edir. Normalda 18-22 həftə qəbul etdiyimiz bir ortalama bir vaxt var. Amma bəzən təkrar hamiləliklərdə bu 17-ci həftədə də ola bilər. Eləcə də ilk hamiləlikdə 22-ci həftədən sonra da yəni uşağın hərəkətini hiss edə bilər. Təbii ki, uşaq artıq 9-8 həftədən hərəkətli olur. Sadəcə onun çəkisi artdıqca ana vurulan o hərəkətləri hiss edə bilir. Bu 25 həftədən, 26 həftədən sonra bizim üçün artıq həkimlər üçün də uşağın hərəkətinin olması, yəni önəmli bir proqnostik bir dəyərdir. Necə? Uşağın hərəkətində azalma varsa, uşağın hərəkətini ana hiss etmirsə, bu müəyyən bir problemin, patologiyanın bizim üçün xəbərini verə bilər. Ona görə də xüsusən də 30-cu həftədən sonra biz həmişə hamilələrə deyirik ki, uşağın hərəkətlərinə qarşı diqqətli olun. Əgər hərəkət hiss etmirsinizsə, biraz havada olun. Sonra uzanın, bir saat uşağın hərəkətini izləyin. Çünki bu uşağın Dopplerdə olan dəyişikliklərini öncədən bir xəbər verə bilər. Yəni bu uşağın hərəkətləri ilkin dövrlərdə ana üçün bir ana ilə uşaq arasında olan bağı, münasibəti gücləndirsə də 30-cu həftədən sonra bu bizim üçün artıq bir tibbi göstərici kimi də qiymətləndirilir. Doktor, düzdür ki, uşaq nə qədər çox hərəkətlidirsə, o qədər yaxşıdır. Hamiləlik o qədər sağlam hesab olunur. Belə bir təsəvvürlər var. Bəli, öncədən yanlış bir təsəvvür var idi ki, bəzən həkimlər də deyir, bu necə deyim, əvvəlki dövrdə olan həkimlərin verdiyi məlumata əsasən xanımlar da gəlir ki, doktor, uşaq dünən çox hərəkət etdi. Evdə yaxınlarım dedi ki, bu uşaq hipoksiyadadır. Yəni oksigen çatışması çırpınır. Çırpınır. Amma belə bir şey yoxdur. Özümüzü təsəvvür edək. Adi bir havasız otaqda olduqda, uzun müddət eyni otaqda qaldıqda istərsəmiz yuxlayırıq, hərəkətsizlik olur. Amma havaya çıxdıqdan sonra bir əzəllərimiz açılır, hərəkət etməyə çalışırıq. Və bu şəkildə də hamiləyə başa salıram ki, əgər uşaq orada yaxşıdırsa, onun oksigen təminatı, qida təminatı normaldırsa, uşağın hərəkətinin olmağı da bəli, normaldır. Bu çırpınır, yəni boğulur, elə bir şey yoxdur. Yəni bu çırpınsa, boğulsa, bu uşağın hərəkəti 5 dəqiqə olar. Bundan sonra 3 saat sonra, 4 saat sonra bu uşaq yenə o şəkildə davam etməz. Doktor, düzdür ki, uşaq ana bətində bəzən yatır. Yəni ultrasəs müayinəsində onun yatmağını müşahidə edib siz indiyə qədər? Əlbəttə, uşaq ana bətnində
bətnində yatır. Uşağın ana bətnində siklik dövrləri vardır ki, yatması da normaldır. Yəni artıq yeni bir dövrə hazırlaşır. Yatmaq belədir ki, bəzi hallarda uşaq biz bunu ultrasəs müayinəsində çox yatmağını, çünki orada ultrasəs müayinəsi o qədər həssaslığı dəqiq Doppler edə bilirik ki, bizə lazım olan məlumatları ala bilirik. Amma KTG deyilən bir şey var, kardiotokoqrafiya və yaxud da ki, NCT halında qadın gəlir, müayinədə görürük ki, uşaq yatdığı üçün hərəkətlər daha zəifdir, akselerasiyalar, yəni aktiv hərəkətlər olmur. Orada anaya da bildiririk ki, narahat olmasına ehtiyac yoxdur. Uşaq yatır, yata da bilər. Yəni bəzən olur ki, ana deyər ki, 3 saatdır mən uşağın hərəkətini hiss etmirəm, amma müəyyən bir dövrdən sonra 1-2 saat keçir, deyirəm ki, özünə nəzarət elə, havada ol, yaxşı qidalanmana fikir ver. 1-2 saat sonra yazır ki, doktor, hə, əvvəlki hərəkətdə də artıq yatırmış uşaq. Hə, uşaq yatırmış. Necə maraqlıdır doktor. Bəli, bəli. Bəzən uşaq son həftələrdə də hıçqırır, ritmik hərəkətlər olur, hıçqırma olur ki, bəzi hamilələr kitab oxuduqları üçün, məlumatda olduğu üçün bilirlər özləri. Bəziləri isə deyir, doktor, qarnımda bir ritmik hərəkət şəklində olur. Bu da artıq uşağın mədə-bağırsaq sisteminin formalaşması ilə əlaqədar olaraq hamiləliyin son dövrlərində, xüsusən 34-cü həftədən sonra bu hıçqırma hərəkətləri də təbii qəbul edilir. Doktor, o doğrudur ki, ananın böyümüş qarnının formasına baxıb uşağın oğlan yaxud qız olduğunu təyin etmək mümkündür. İnanırsınız buna? Təəssüf ki, yox. Yəni bu əvvəllər yəni belə təxmin edə bilirlər. Xüsusən də ilk hamiləliklərdə bunu təxmin etmək olardı, amma sonrakı hamiləliklərdə istər-istəməz əzələnin pi qatının quruluşunun dəyişməsi ilə əlaqədar olaraq əksər hamilələrdə yastı tip qarın gedə bilər. Yəni bu öz təsdiqini tapmır. Sadəcə el arasında tibbi əsası yoxdur. Bəli, tibbi əsası yoxdur. El arasında öncədən təxmini qadınların bildiyi, hətta əvvəlki dövrlərdə ultrasəs müayinəsi də yox idi. Təbii ki, ona görə də həkimlər də bir sıra müayinələrlə, xarici müayinələrlə təxmin etməyə çalışırdılar. Amma yəni bunların tibbi əsası yoxdur. Son dövrlərdə də artıq ultrasəs müayinəsinin sürətli inkişafı və kontrollu şəkildə edilməsi ilə əlaqədar olaraq hamilələr 3-cü ayından uşağın cinsiyyəti haqqında dəqiq məlumata malik olurlar. Qarnının artıq forması heç onlar nə onlar üçün, nə yaxınları üçün. Bəs niyə doktor? Bəzən yazırlar ki, mən elə bilirdim axıra qədər oğlandı, ultrasəsdə oğlan demişdi, gəldi qız doğuldu. Belə hallar da bəzən eşidirik. Bu mümkündürmü həqiqətən? Hə, burada yəni mümkündür. Burada çox vaxt deyirlər ki, qız idi, oğlan oldu və yaxud da ki, oğlan idi, qız oldu. Oğlan demişdilər, qız oldu. Mən orada deyirəm, təbii ki, burada səhvi biz eləmişik. Biz həkimlərin səhvi olub. O sonradan çevrilməyibdi. Başdan qız idi. Sadəcə uşağın quruluşundan əlaqədar olaraq, uşağın ultrasəs müayinəsində pozisiyasından əlaqədar olaraq cinsiyyətdə yanılmalar ola bilir. Az ehtimalda olsa cinsiyyətdə yanılmalar ola bilir və burada da hamilələrə deyirəm ki, o çevrilmədi. Biz fikrimizi dəyişdik. Doktor, bəs əkiz hamiləliklər necə olur? Həqiqətən çətin olur ana üçün? Bəli, əkiz hamiləlik deyək, artıq bu riskli bir olur hamiləlikdir. Olur əkiz hamiləlikləriniz, doktor? Az hallarda olsa da olur. Əkiz hamiləlik artıq riskli bir hamiləlik. Bu həm ana üçün yəni, risklidir. Yəni əkizdirsə artıq risklidir, doktor? Artıq risklidir, bəli. Ana üçün də, həkim üçün də. İkisi üçün də artıq riskli bir qrupdur. Son dövrlərdə ümumiyyətlə süni mayalanmanın artması ilə əlaqədar olaraq, eləcə də biz də bəzən qadında sonsuzluqla müraciət edir, folikulu yetişmir, özümüz yəni yumurta yetişdirdiyimiz üçün dərman da istərsəmiz birini yox, 2 və daha artıq yetişdirir və bununla əlaqədar olaraq statistikaya baxdıqda artıq çox döllü hamiləliklərin sayı artmışdır. Təbii ola qalanlar azdır, bu daha çox genetik əsaslar altında olur. Belə ki, xanım müraciət edəndə soruşuruq, ya özü əkiz olur, ya yoldaşı əkiz olur, ya ailədə kimsə əkiz olur. Amma qeyd etdiyim kimi, yəni təbiidən çox süni mayalama və yaxud da ki, stimulyasyon üsullarla stimulyasiya etmiş isə bu hamiləliklərdə daha çox təsadüf edirik. Əkiz hamilənin riskləri çoxdur. Təbii ki, orada erkən doğum təhlükəsi var, erkən düşük təhlükəsi var. Eləcə də hamiləlikdə yaranan bir sıra hamiləlik toksikozları ola bilər, gecikmiş toksikozlar, preeklamsiyadır, hamiləlik hipertansiyasıdır, eyni zamanda hamiləlik şəkəri dediyimiz, yəni hamiləlikdə də yəni bu kimi hallar daha çox təsadüf olunur. Eləcə də uşaqlıq boynunda qısalmalar. Buna görə də bu hamilələrin
təqibi tək döllü hamiləliklərdən fərqli olmalıdır. Aparılan müayinələr də fərqli olur. Son dövrlərdə məsəl üçün tək döllü hamiləliklərlə çox döllü hamiləliklər arasında fərq ondan ibarətdir ki, 36 həftədə bəzən artıq çox döllü hamiləlik yetişmiş hesab olunur. Çünki onların orqanizm elə bir yaradılmış bir sistemdir ki, çox döllü hamiləliklər üçün orada 36 həftədə, 35 həftədə doğulan uşaqlar daha yetişkin uşaqlar olur çox döllü hamiləliklərdə, nəinki tək döllü hamiləliklərdə. Yəni orqanizm özü də buna bir növ ilkin dövrlərdən başlayaraq bəli, hazırlaşır, dəstək olur. Burada əsas bir də problem onda olur, eyni yumurta əkizləri dediyimiz hallarda, çünki onların ciftləri, onları qidalandıran plasenta eyni olduğu üçün burada bir sıra patologiyalar meydana çıxır. Twin sindromu, TTS sindromu dediyimiz hal var ki, damarlarda olan yaranan problemlə əlaqədə anastomoz yaranır. Dölün biri həddən artıq çox qidalanır, akseptor, yəni qəbul edici olur, biri isə donor olur. Ona görə də verən donorda, yəni damarı zəif inkişaf edən donor döldə inkişafdan qalmalar, hətta dölün bətin daxili tələfi də olur. Digər bir dölsə normadan artıq miqdarda ana bətinindən qanı aldığı üçün orada isə ürəkdə kardiomeqaliya olur, ödemlər meydana çıxır. Bu tipdə məsəl üçün əkiz döldə, xüsusən də eyni yumurta əkizlərində heç həkimlərin, ginekoloqların istəmədiyi bir haldır ki, o bir-birinə çox bənzəyənlərdir, doktor. Bəli, bəli, eyni yumurta əkizlərində olur. Çünki onları qidalandıran plasenta bir ədəd olur və heç istəmədiyimiz hal, ən təhlükəli haldan biri o ki, eyni su kisəsinin içərisində olmaqlarıdır. Burada isə patologiyalar, burada döldə inkişaf geylikləri, qüsurlar daha çox təsadüf olunur. Hətta bəzən olur ki, bu əkiz döl ikisində də autizm kimi hallar da yarana bilir. Bunlar xüsusən də eyni amniotik kisənin içərisində olan və yaxud da ki, cifti eyni olan hallarda, ayrı cifti olan diamniotik, dixorionetik əkizlər çox rahat yəni gedə bilir. Onlar bacı-qardaş səviyyəsində bir-birlərində oxşarlıq olur. Eyni yumurta əkizlərində qeyd etdiyimiz kimi plasenta eyni olduqda artıq bilirik ki, bizi problemlər gözləyir. Amma təbii ki, heç bir problem olmaya da bilər. Bir 3 il bundan öncə idi, bir hamilə təqib edirdim. 35 həftəyə qədər çatdırdıq. Eyni yumurta əkizləridir. Yenə də arada şəkillərini görün, bir-birlərini oxşurlar. Bu dediyim hal TTS sindromu, twin sindromu yaşanmadı. Uşaqların inkişafı hər dəfə ultrasəs müayinəsində təqib edirdik ki, eyni səviyyədə gedirdi. 1-2 gün arada fərq var idi ki, biz də artıq bunu fərq kimi qəbul etmirik, normal hal kimi qəbul edirik. Doğulduqda da səhv etmirəmsə, uşaqlar 2 kilo 201, 2 kilo 400 biri bu çəkidə oldu. Yəni bu ideal bir haldır. Amma bəzən qeyd etdiyim kimi eyni plasentada mənim bu qeyd etdiyim, təqib etdiyim hamilədə də bir plasenta vardı. Yəni bir ciftdən qidalanırdı. Şükürlər olsun ki, orada damarlar arasında anastomoz yaranmadı. Hər şey normal şəkildə gedir. Uşaqların inkişafı da artıq normal öz yaşıtları kimi, yəni heç bir fərq yoxdur. Doktor, bəzən eşidirik ki, hamilə qalmışdı bir qadın, uşaqlardan biri tələf oldu ana bətində, digəri doğuldu. O tələf olan necə orada qalır? Yenə 9 ay qalır orada? Xüsusən ilk həftələrdə, ilk belə deyim ki, 15 həftəyə qədər, 14 həftəyə qədər, ilk həftələrdə bunlar müşahidə olunur və biz bunun üçün narahat olmuruq. Bu döl sanki büzüşür. Biz bunu 9 ay müddətində digər hamiləliyi sağlam şəkildə başa çatdırırıq. O qalır orada, doktor. Hə, qalır, büzüşür. Biz bunu doğuş vaxtı bəzən görürük, bəzən də heç qarışır amniotik kisənin, dölyanın mayenin içərisində qarşı hiss etmirik. Amma qorxduğumuz hallar nədən ibarət? 20-ci həftədən sonra əgər dölün birində inkişafdan qalma varsa, bu digər döldə də, yəni digər uşaqda da yaranma ehtimalı, yenidən yaşanma ehtimalı yüksəkdir. Eləcə də xüsusən 30-cu həftədən sonra isə dölün bir inkişafdan qalırsa, o birisi dölün beynində, beyin strukturlarında dəyişikliklər yaranmış olur. Qalır, orada da qalır, artıq daha böyük. Bəli, qalır, böyümür. Yenə dediyim kimi, ilk həftələrdə olanda heç bir problem yaşamırıq. Bunun bizim üçün təkrarlanma ehtimalı da az olur və düşünürük ki, bu döldə bir genetik bir qüsur var idi. Yəni bir patoloji hal vardı. Orqanizm bəzən təbii seçmə yolu ilə onun inkişafını dayandırır. Amma yenə dediyim kimi 20-ci həftələrdən, xüsusən də 30-cu həftədən sonra bu müşahidə olunursa, bu hamilələr xüsusi daha artıq bir risk qrupuna, daha ağır bir risk qrupuna daxil edilir və onların təqibi tamam fərqli şəkildə həyata keçirilir. Həm ananın təqibi, həm ana üçün, həm döl üçün burada. Doktor, biz elə bilirdik ki, əgər əkiz uşağa hamilə qalan qadın təbii doğuşdan uşaq dünyaya gətirirsə, aralarında bir neçə dəqiqə vaxt olur. Bir dəfə bir yazı oxudum, bir nəfər yazmışdı ki, biz əkizik, amma əkiz bacımla aramda bir neçə saat vaxt keçib.
Belə mümkündürmü doktor, bir neçə saat sonra o birisi olsun? Bəli, bu xüsusən də keçmişdə olurdu. Çünki bəzən bilmirdilər. Bir neçə saat olmur, orada bir yarım saat, 45 dəqiqə kimi bir fərq ola bilər. Hətta mən bunu yaxınlarımızda... Xəbərləri olmur doktor? Təbii ki, orada ana döldür, hərəkət edir, onu bir döl kimi qəbul edir. Həkimlər də indi bu xüsusən də neçə il bundan qabaq olan mənim də tanıdığım bir ailə var ki, orada uşaq biri doğulub, bir müddət sonra keçib, qadın deyir ki, sancım var, yəni yenə də proses davam edir. Ondan sonra artıq həkimlər bilirlər ki, burada ikinci də gəlir. Tam bir sürpriz doktor. Hə, tam bir sürpriz. Təbii ki, bu keçmiş dövrdə, keçmişdə bir 30 il öncə, bu 30 il ən yaxın bir dövrə baxsa, 30 il öncə də bu şəkildə gedirdi. Amma ultrasəs müayinəsi tətbiqi həyata keçirdikdən sonra artıq bilinir. Orada hamiləliyi, doğuşu yönətmək də vaxt da o qədər olmur. Amma biz əsasən normal doğuşda əkiz uşaqlar arasında vaxtda 10-15 dəqiqə ərzində ortalama götürülür. Qeyd etdiyiniz kimi, əvvəlki dövrlərdə bu xüsusən də bilmirdilər, doğuş dayanırdı, başqa məsəl üçün biz uşaq doğulduqdan sonra tətbiq elədiyimiz dərmanlar da fərqli olur. Artıq uşaqlığın yığan dərmanlar istifadə olunur. Amma keçmiş dövrdə bunu bilmirdilər. Bu da təbiidir yəni. Doktor, son sanında söhbətimizi yekunlaşdırmaq istəyirəm. Bəzi televiziya filmləri var hamilə xanımlarla bağlı. Orada xanımlar danışır ki, mən bilmirdim hamiləyəm, doğuş sancısı gələndən sonra məlum oldu ki, hamiləyəm. Bu həqiqətən mümkündürmü ki, bir qadın 9 ay xəbər olmasın ki, hamiləyəm? Dedim, Güləbətin xanım gələndə soruşacağım. Bu tibbi cəhətdən mümkündürmü ki, bir qadın 9 ay hamilə olsun, doktor, amma xəbər olmasın. Müsahibədə də qeyd edirlər ki, bir sancı gəldi, heç ağlıma gəlməzdi. Həkimə müraciət edəndə bir şok xəbərlə qarşılaşdım. Həkim mənə dedi ki, artıq uşaq dünyaya gətirsən, bu doğuş sancısıdır. Bu tibbi cəhətdən mümkündürmü? Bəli, tibbi cəhətdən mümkündür. Çünki bəzi qadınlar, xüsusən də menstrual siklində pozğunluq olan qadınlar olur ki, 5 ay, 6 ay, yəni onlar... Üzr istəyirəm, əksəriyyətlə çəkili qadınlar olur, bu müsahibəni verənlər. Düzdür, elə olur. Çünki onlar da qarnın böyüdüyünü o qədər hiss etmirlər. Artıq piqatla əlaqədarlar və bu qadınların çoxsu 8 ayında, 8 ay yarımında da bir uşaq dünyaya gətirirlər. Yəni onlarda menstrual sikl pozulluqları olur və ilkin dövrlərdə də bir qanamalar olur ki, bunda düşük təhlükəsi tipli qanamalardır, amma bunlar bunu menstrual sikl kimi qəbul edirlər. Çünki onlarda hamiləlikdə olan ürək bulanmalar, halsızlıq, bu kimi şikayətlər olmur. Xüsusən də qarnın böyüməsi də yenə dediyimiz kimi çəkili xanımlarda biz bunu daha çox müşahidə edirik. Hətta mənim bu yaxınlarda rayonda bir təsadüfən rayondaydım. Qonşu xanım biri müraciət etdi. Dedi, mən 8 ayına kimi, yəni mən də bilmirdim. Hətta ağrılarım olurdu deyir son dönəmdə, amma məndə miyom var idi. Menstrual sikldə pozulduğu üçün 5 ay, 6 ay olmurdu. Heç bir hamiləliyə bağlı ürək bulanmadı, halsızlıqdır. Bu kimi şikayətlərim olmurdu. Sadəcə öncədən də olan bu menstrual sikl kramplar tipi ağrılarım əvvəldən də olurdu və bunu miyom kimi düşünürdüm. Bir də arada son dövrlər amma bildirirdim ki, mənim bu ağrılarım bir qədər fərqlidir, səndə miyoma var, narahat olma. Hətta dediyinə görə həkim müayinəsində olub, ultrasəs edilməyib, sadəcə əllə baxılıb ki, yenə miyomadır, narahat olma. Artıq 8-ci ay ya 8 ay yarımında doğuş sancılarına müraciət edir və uşağı dünyaya gəlir. Yaxın bir dövrdür. Bu dediyim bir hal 2 il bundan öncə olan bir şeydir. Mən bu yaxınlarda, yəni rayonların birində təsadüfən məclisdə olan zaman o da mənə müraciət elədi ki, bəs belə bir şey oldu, doktor. Mən də bilmirdim, çünki menstrual sikl pozğunluğum vardı, məndə aylarla olmurdu. Bir də arada 1-2 dəfə qanaması olub, onu da artıq menstrual sikl kimi qəbul edir. Mümkündür, yəni tanıdığım belə hallarda var. Doktor, bir də hamilələrin özünə məxsus bir yerişləri olur. Yəni uzaqdan belə baxanda demək olur ki, bu qadın artıq hamilədir. Çox qəribədir, hamilə olduğunu öyrəndiyin andan elə yeriməyə başlayırsan. Bu nədir? Bir ananın uşağı qorumaq üçün təşvişidirmi, nədir? Çox qəribə bir həmən ürəyin bulanmağa başlayır. Yəni o test eləyənə qədər ürəyin bulanmır. Test eləyəndən sonra ürək bulantısı başlayır, həmən yerişini dəyişməyə başlayırsan. Psixolojidurmu doktor? Təbii ki, bunlar psixolojidir. Bir də anada istər-istəməz qorunma instinkti ilə bağlı ola bilər. Çünki insan da bir canlıdır. Digər canlılarda olduğu kimi insanda da bir qorunma instinkti həmən bu hamilə qaldığın anda, hamilə qaldığını bildiyin anda yaranan bir şeydir. Sanki əhatəliyirsən həmən. Əgər o öncədən yox idi, sonra
sonradan yaranan bu şeylər təbii ki, psixolojidir, psixoloji yəni, amma bəzi hamilələr isə hətta elə ilkin olaraq bizə qeyd edirlər ki, yəni aybaşı dövrünə var, menstrual sikl dövrünə hələ var, amma artıq mən o şikayətləri, öncədən olan şikayətlərimə uyğun idi. Baxır, testini edir, gəlir, biz də ultrasəs müayinəsində baxırıq ki, həqiqətən də hamiləlik var, çünki onun özünə məxsus şikayətləri olur. Amma qeyd etdiyiniz o dediyiniz şikayətlər, əlamətlər daha çox psixolojik yarana bilər. Və onu da qeyd edim ki, 9 ay boyunca o qədər özümüzü köklürük ki, doktor, hətta uşaq dünyaya gətirəndən sonra belə bəzən çaşırsan. Özünü qorumağa çalışsan, sonra yaddan düşür ki, artıq hamilə deyilsən. Qidalarda baxırlar özlərinə. Eynən unudursan nəyisə yeyəndə, sonra yaddan düşür ki, yox, narahat olma, artıq hamilə deyilsən. Ana olmağı arzu edən hər kəsə bu gözəl hissləri arzu edirik. Sağlam bir hamiləlik arzu edirik. Bəli, hər zaman bu arzuya bütün qadınlar çatsın deyirik, doktor. Bəli, istəyən, arzulayan bütün ailələrə, atalara, analara, yəni ata-ana olmaq istəyən şəxslərə, cütlüklərimizə sağlam, xeyirli evladlar arzulayırıq ki, bu gözəl hamiləliyin özü bir gözəl bir müddətdir. Hamiləlikdən sonraki dövr, süd vermə dövrü və bütün xanımlarımıza da arzulayıram ki, təbii şəkildə problemsiz hamiləliklər keçirsinlər və bacardığı müddətdə, heç olmasa bir il müddətində uşaqlarını ana südü ilə qidalandıra bilsinlər. Və doktor, düzdür, hamilə olanda qadınlar çox kökələrlər, özlərinə fikir verməzlər. Amma yenə də mənə elə gəlir ki, bir qadının ən gözəl halı hamiləlikdir. O artıq çəkidən də qorxmasınlar. Uşaq dünyaya gələndən sonra onsuz da geri qaytarmaq olur. O çəkilərin hamısını gəldiyinizə görə təşəkkür edirəm, doktor. Çox maraqlı, zövq aldığım bir söhbət oldu, hər zaman olduğu kimi. Əziz tamaşaçılar, bizim qonağımız ginekoloq Güləbətin Göyüşova idi. Efirimiz isə davam edir. Efirdə Sağlam Səhətin Saatıdır və qonağımız kardioloq Validə Ağayevadır. Xoş gəlibsiniz, doktor, və biz səhkimizlə taxikardiya haqqında söhbət aparacağıq. Doktor, bu nə xəstəlikdir? Könül xanım, əslində bu xəstəlik deyil. Bu bir simptomdur, taxikardiya. Bir əlamətdirmi, doktor? Bəli, çox vaxt, bir çox hallarda bu bir əlamətdir. Taxikardiya ümumiyyətlə nə deməkdir? Taxikardiya ürək döyüntülərinin dəqiqədə 90-100 vurğudan artıq olmasıdır. Normada yetişkin insanda, böyük insanda dəqiqədə ürək döyüntüləri 60-100 olmalıdır. Daha cavan pasientlərimizdə, insanlarda 100-ə qədər olur. Biraz daha yaşlılarda 90-a qədər norma götürürük. Ondan artıq hər bir döyüntü taxikardiya sayılır. Əlbəttə, balaca uşaqlarda bu rəqəmlər fərqli olur. Nə qədər uşaq balacadırsa, o qədər o yuxarı hədd daha yuxarı olur. Məsəl üçün, 105 ola bilər, 120 ola bilər. Lap körpə anadan olmuş uşaqlarımızda 160 ola bilər. Yəni, bu dərəcədə çox olur. Amma böyük, dediyim kimi, yetişkin insanda maksimum 100 olmalıdır. 100-dən artıq olan hər bir döyüntü taxikardiya sayılır. Amma taxikardiya patoloji da ola bilər, fizioloji da ola bilər. Yəni, burada elə bir adam yoxdur, ya da ekran qarşısında elə bir adam yoxdur ki, nə vaxtsa onda taxikardiya baş verməsin. Həyəcanla ürək döyüntümüz artır, qaçanda uzun müddət. Bəli, çox düzgün vurğuladınız. Bunlar hamısı fizioloji taxikardiyadır. Əlbəttə ki, biz idman eləsək, harasa qaçsaq, avtobusun dalınca qaçsaq, ya həyəcan keçir, ya qorxsaq, bizim ürək döyüntülərimiz avtomatik artır. 120 ola bilər, 130 ola bilər hətta. Amma öz-özünə də sakitləşir. Bəli. Məsəl üçün, biz harasa gedəndə qaranlıq bir yerdə və birdən kimsə qabağımıza çıxanda, ya hansısa heyvan qaçanda, ya bəlkə maşın səsi eşidəndə həyəcanlanıb qorxuruq və ürək döyüntülərimiz artır. Amma sonra görən kimi o artıq heç bir təhlükə yoxdur. Görürük ki, haradasa bir dəqiqənin içində o ürək döyüntüləri öz-özünə aşağı düşür. Bu fizioloji taxikardiya, bu tam normal bir şeydir. Bu hamımızda olan bir şeydir. Amma patoloji taxikardiya bu heç bir əlavə amil, provokasiya edən, heç bir təsir, heç bir provokasiya edici bir faktor olmayanda, əgər ürək döyüntüləri 90-100-dən yuxarıdırsa, bu taxikardiyadır. Və bu taxikardiyanın bir çox səbəbi var və bir çox halda bu taxikardiya ikincili xarakter daşıyır. Yəni, ürəklə bağlı olmur, hansısa bir başqa orqanla bağlı olur.
o orqanın, o patologiyanın təsiri nəticəsində xəstədə daima elə bir oturduğu da yerdə olur, bu taxikardiya olur və amma o ürək şikayəti olduğuna görə avtomatik bu pasientlər ilk növbədə ürək həkiminə müraciət edirlər, kardioloqlara. Biz də onları müayinə edəndə görürük ki, bu taxikardiyanın bəlli bir səbəbi var və onu araşdırırıq. Doktor, aritmiyalarda da ürək döyüntüləri çox olur. Bunu qarışıq sala bilərmi xəstə? Sala bilər. Bəzi pasientlərimiz qarışıq salır, amma bəzi həssas pasientlərimiz, bir də onlar hansılar ki, daha çox bu problemlə yaşayır, məsəl üçün müşahidə eləyir də özündə, onlar ayırd edir. Deyə bilir ki, ürək döyüntülərim yəni düzgün vurmur, ritm pozuntusu olur, gah tez-tez vurur, gah yavaş-yavaş vurur. Yəni belə bizə izah eləyirlər. Biz onları danışdıranda əlavə suallar veririk və görürük ki, xəstələr ola bilər ki, beynində analiz eləyə bilmir, amma o suallara cavab verəndə biz artıq başa düşürük ki, bunda taxiaritmiyadır məsələn. Ya da ancaq taxikardiyadır. Bəs bu şikayətlə sizə müraciət edən xəstələri hansı müayinələrdən keçirirsiniz, doktor? İlk növbədə xəstə yaxınlaşanda biz onun nəbzini də ölçürük. Bu da bilək hissəsində bilirsiniz ki, nəbz yaxşı vurur. Biz burada onu ölçürük, baxırıq nəbzinə. Burada tək bu ürək döyüntülərinin sayına baxmırıq. Həm də nəbzin dolğun olması olmalıdır, onun ritmik vurması. Yəni bir çox orada amillər var, onlara fikir veririk. Ondan sonra təzyiqi ölçürük. Çünki bir çox hallarda təzyiq olan pasientlərimiz də taxikardiya baş verir. Ona görə təzyiqi də ölçürük hər bir xəstə müraciət eləyəndə. Amma sonra biz bu taxikardiyanı müəyyən etmək üçün mütləq EKG, kardioqramma çəkməliyik. Çünki orada ürək döyüntülərinin sayı dəqiq bilinir. Yəni rəqəmə qədər dəqiq bilinir. Bəzi hallarda bu emosional pasientlərimizdə, biraz nevrotik pasientlərimizdə, nevroloji xəstələrimizdə ürək döyüntülərinin normada olduğuna baxmayaraq o elə hiss edir ki, güyamış onun ürəyi tez-tez döyünür. Ona görə bizə ona elə gəlir, doktor. Ona elə gəlir. Elə də olur. Bəzi pasientlərdə yenə dediyim kimi emosional qeyri-stabil olan pasientlərimizdə, yəni gəlirlər deyirlər ki, doktora ürəyim ağzımda vurur, ürəyim belə vurur. Biz də deyirik ki, indi də belədir. Deyir də bəli, indi də belədir. Çəkirik, görürük ki, ürək döyüntüləri 65, tamamilə normaldır. Yəni ona görə biz kardioqramma çox vacibdir onu çəkmək ki, bu dəqiq bilək ki, bu doğrudan da mı bu ürək döyüntüləri artıqdır ya da xəstəyə elə gəlir. Kardioqrammanı çəkəndən sonra biz bilirik ki, dəqiq bu pasientdə taxikardiya var ya da yoxdur. Bəs başqa bir müayinədən, misal üçün stres testindən də keçirmək ehtiyac varmı, yoxsa ehtiyac olmur bu xəstələrə? Bəzi hallarda stres test yox, bəzi hallarda Holter müayinəsi yazılır. Çünki bəzi pasientlərimizdə taxikardiyanın başqa növləri də olur. Mən onu sonra sizə izah eləyərəm. Ya da tutma şəklində olur. Paroksizmal taxikardiya onu da izah eləyirəm. Ya da doğrudan da taxiaritmiya olur. Yəni onlar ya ekstrasistoliya olur, xəstə onu bilmir və bəzən kardioqrammada onlar çıxmır. Çünki kardioqramma müəyyən vaxt çəkilir. Məsəl üçün biz onu neçəsə dəqiqə çəkə bilərik də, maksimum nə qədər onu mümkün olan deyil. Amma Holter müayinəsi sutkalıq monitorinqdir. Yəni bir sutka, bəzi aparatlar var 3 sutka, amma ən çox 1 sutkadan istifadə edirik. 1 sutkalıq bu ürək döyüntüləri qeyd eləyir, aparatın özündə qeyd eləyir və sonra biz onu oxuyuruq və dəqiqləşdiririk ki, müəyyən saatlarda, məsəl üçün bunun tutma şəkildə taxikardiyası olub bu pasientdə, ya da bəlkə heç nə olmayıb, norma daxilində olub. Onlar hamısı, yəni bu iki müayinə daha çox vacibdir taxikardiyanı müəyyən etmək üçün. Doktor, Holter müayinəsində izah edə bilərsinizmi? Nədən ibarətdir? Bəli. Necə yerləşdirilir bədənə və pasient bunu 24 saat saxlayırsa, gecə yatanda da üstündə mi qalır, doktor? Mütləq. Bu aparat 1 sutka, yəni 24 saat mütləq adamın bədənində qalmalıdır. Və bu müddət ərzində xəstə gündəlik necə həyat sürürdüsə, eyni burada da olmalıdır. Yəni əgər yol gedirsə, bəzi pasientlərimiz xoşdur, yəni eləməlidir və eləyirlər, yol gedirlər, piyada gəzirlər, piyada gəzə bilər, yəni iş görə bilər, oturub kompüterdə işləyə bilər. Yeganə bir şey olmaz, o da duş qəbul eləmək. Nəyə görə? Çünki orada bədənə elektrodlar yapışdırılır. Onlar yapışqan kimi, leykoplastir kimi olduğuna görə duş qəbul eləsək bunlar düşəcək və əlbəttə ki, müayinə düz getməyəcək. Ona görə duşdan əlavə hər bir şey, yemək bişirə bilər qadındırsa, yata da bilər, dura da bilər. Gündəlik nə iş görürsə etməli. Bəli, gündəlik necə olubsa elə də olmalıdır. Bütün gün bu aparat adamın bədənində qalır. Aparatın həcmi və razmeri ölçüsü çox balaca olduğuna görə heç bir əziyyət vermir. Ağırlıq da hiss etmir. Ağırlığı da yoxdur. Çox, yəni bizim bu telefonlarımız kimi bir şeydir. Telefon nə qədər ağırlığı var və ya telefon nə qədər ölçüsü var, təxminən ondan da balacadır. Bu aparat qoyulur ya cibə, ya sumkaya, ya bədənin hansısa bir yerdə yerləşdirilir və elektrodlar yapışdırılır bədənin üstünə, sinəsinə. Necə kardioqrama yapışdırılır, eyni qaydada və qalır. O heç bilinmir, bədəndə çox bilinmir. Yəni
qıraqdan baxanda onu bilmək olmur. Xəstə işə də gedə bilər. Heç bir orada problem olmur. Sutka ərzində orada qeydiyyat aparılır. Gələn gün xəstə yaxınlaşır klinikaya, texniklər tərəfindən bu aparat götürülür və sonra həkim onu oxuyur, o yazı, bütün o yazını və orada bizdə qeyd olunur maksimum ürək döyüntüləri nə qədər olub sutka ərzində. Orada da baxa bilər, xəstələr baxa bilər. Bəzi xəstələr o rapora baxanda biraz qorxur. Nəyə görə? Çünki orada yazılır ki, minimum ürək döyüntüləri 45, maksimum ürək döyüntüləri 145. Xəstə onu görəndə çox şok keçirir və deyir ki, necə, yəni mənim ürək döyüntülərim 45 olub. Bəli, gecə yatanda azan sinir daha fəaliyyətdə olur və orqanizm sanki ekonomiya rejimində olur. Hər bir şey yatır. İnsan yatanda hər bir orqanı ürək də yatır. Ürəkdə dincəlir. Nəyə görə dincəlir ki, sabah yenə oyansın və işləsin də belə deyək. Ona görə mütləq yatmaq lazımdır gecəni. Və gecə vaxtı ürək döyüntüləri 50 olur, 55 olur. Kimdə ki daha çox olub, məsəl üçün gecə yatanda 55 olur. Kimdə ki normada 60-65 olursa, gecə yatanda olur 45. Bu tamamilə normal şeydir. Bu fizioloji bradikardiyadır. Axşam yatanda belə olur. Gün ərzində də bəzən həyəcan olur, ya biraz qaçır, ya biraz hərəkət edir. Olur 120, 110. O tamamilə normal bir şeydir. Doktor deyir ki, hər hansı bir problemi aşkar etdiniz. Bəs müalicəsi nədən ibarət? Müalicəsi də, taxikardiyanın müalicəsi də ancaq o səbəbdən asılıdır. İlk növbədə, əgər səbəbi varsa, çünki çox az bir miqdarda xəstələr var, hansılarda ki, heç bir səbəbi yoxdur, onu da izah eləyərəm. Amma bir çox halda səbəb var və bu səbəb ürəklə bağlı olmur. Nə ilə bağlı ola bilər? Məsəl üçün, qan azlığı ilə, anemiya ilə. Anemiya olan pasientlərimizin 90-95%-də ürək döyüntüləri artıq olur. Ola bilər ki, onlar neçə vaxt bu anemiyadan əziyyət çəkir və neçə vaxt bu taxikardiyanı yaşayır, artıq o ritmə öyrəşiblər, heç fikir də vermirlər, elə də olur. Məsələn, pasientlərimiz yaxınlaşır bizə, halsız olurlar. Biz görürük ki, onların ürək döyüntüləri məsəl üçün 105-dir, 110-dur. Və o taxikardiya sayılır. Baxırıq, qan analizində anemiya var. Bu anemiya və narahat etmir pasienti. Artıq o qədər öyrəşib ki, bəlkə də o dərəcədə, amma eləsi var ki, doğrudan da narahat eləyir. Elə ona görə yaxınlaşır ki, mənim ürək döyüntülərim həmişə aşağıdır. Daha doğrusu həmişə yuxarıdır. Və biz onu baxırıq, onun analizlərinə göndəririk, görürük ki, anemiya var. Yəni anemiya taxikardiyanın çox vacib bir səbəbidir. Bir çox xəstələr, demək olar, əksəriyyətində ürək döyüntüləri olur. Sonra hormonal pozuntularında, məsəl üçün tiroid vəzin patologiyalarında bilirsiniz ki, boyun hissəsində tiroid vəzimiz var və o hormonları ifraz eləyir. O hormonlar artıq ifraz olunanda, yəni hipertireoz olanda, difuzob olanda, toksikizob olanda və bəzi bu xəstəliklər olduğu halda hormonlar artıq dərəcədə ifraz olunanda onlarda ürəyə təsir eləyir, ürək döyüntüləri artıq olur. Bu xəstələr onların habitusudur, yəni onların görünüşü də fərqli olur. Onlar daha çox biraz yığcam olurlar, arıq olurlar. Onların gözü parıldayır, biraz emosional olurlar, həyəcanlı olurlar öz-özünə və onlarda ürək döyüntüləri artıq olur. 120-yə, 130-a qədər çatır. Mənim belə xəstələrim olur ki, gün ərzində bütün günü bu adamda ürək döyüntüləri 120-dir. Bu tireotoksikoza görə. Amma onu bilmir, elə ürək həkiminə həmişə gedir və hansısa ürək dərmanları içir. Amma əslində onun səbəbi tamamilə fərqlidir. Və bu zaman əgər tiroid vəzi müalicə olunsa, oradakı problem həll olunsa, hormonal ya müalicə, ya əməliyyat lazımsa əməliyyat, o zaman ürək döyüntüləri öz-özünə aşağı düşür, heç əlavə müalicəyə ehtiyac olmur. Necə maraqlıdır, doktor. Əslində heç bir orqanımız müstəqil deyil. Mütləq biri digərinin təsiri altında olur, biri digərinə təsir edir. Vahid bir orqanizmdir. Doktor, biraz öncə qeyd etdiniz ki, növləri də var. Növləri haqqında da məlumat verə bilərsinizmi? Bəli, növləri yenə dediyim kimi fizioloji taxikardiyamız var, o hamımızda var. Ona fikir vermirik, tamamilə normal bir şeydir. Patoloji taxikardiyalar sinus taxikardiyası. O bayaq dediyim anemiyadan, tireotoksikozdan, hamiləlikdən, yəni bunu da qeyd eləyək ki, hamiləlikdə, normal hamiləlikdə də belə biraz ürək döyüntüləri artıq olur, çünki orqanizm daha böyük yükdən işləyir. Sonra başqa patologiyalarda və normal hallarda sinus taxikardiyası, onu izah elədi. Amma bir dənə də növ taxikardiya var, paroksizmal taxikardiya. Paroksizmal taxikardiya nə deməkdir? Bu tutma şəklində olan ürək döyüntüləridir, hansı ki, çox artıq dərəcədə olur və tutma şəklində, yəni bir müddət olur.
keçir. Və sonra keçir. Xəstələr onu necə izah eləyirlər özləri? Görürlər ki, ürək döyüntüləri birdən başlayır dəhşətli dərəcədə çox vurmağa, səbəbsiz. Yəni durduğu yerdə bəlkə ola bilsin oturur kompüter arxasında ya dərs oxuyur, fərqi yoxdur. Birdən-birə ürək döyüntüləri kəskin şəkildə yuxarı qalxır. Məsəl üçün 140 olur, 150 olur, 160, 170-ə qədər çatır və sonra bir müddət, 1 dəqiqədən sonra 5, 1 saatdan sonra aşağı özü-özünə keçib gedir. Bu paroksizmal, yəni paroksizm nə deməkdir? Tutma şəkilli taxikardiyadır. Bax, o patoloji bir haldır və o artıq özü xəstəlikdir. Siz bayaq soruşdunuz ki, xəstəlik ya simptom? Bəli, bu artıq xəstəliyin növüdür, paroksizmal taxikardiya və onun da növləri var, mədəcik və qulaqcıq taxikardiyası. O kardioqramda bilinir, ayırd olunur, amma xəstə onu ancaq belə tutma şəkildə olan bir proses kimi hiss eləyir və bu proses bəzi xəstələrdə məsəl üçün 2-3 saat çəkə bilir. Belə xəstələr olsa, hansı ki 1 saat çəkir bu 2 saat, o təcili yardım çağırıb onu qeyd eləyə bilir. Məsəl üçün, onda uzun müddətli olduğuna görə tutma şəkildə təcili yardımı çağırır. Təcili yardım da istər-istəməz hardasa 15-20 dəqiqəyə çatır. Ona görə o həmən dəqiqəyə düşür və təcili yardım çəkir, kardioqrammanı görür. Amma bəzi xəstələrdə bu olur sadəcə 2-3 dəqiqə. Ona görə o 2-3 dəqiqədə əlbəttə ki, təcili yardım mümkündür. Elə xəstələr yəqin ki, müalicə almağa da ehtiyac duymazlar doktor. Əgər 1-2 dəqiqə keçib gedirsə, hesab edəcək ki, onsuz da keçir gedir də, nə ehtiyac var ki? Ola bilər, bəli, eləsi var ki, fikir vermir. Amma onu belə bir tutma olanda xəstə özü-özünə kömək edə bilər. Bəzi sınaqlarda, bəzi bir yöntəmlərlə bu taxikardiyanı, bəli, deməli, əgər xəstədə belə bir tutma baş veribsə, ilk növbədə xəstədə həyəcan olur, qorxur. Çünki istər-istəməz durduğu yerdə birdən başlayıb ürək döyməyə, özdə çoxsunda bu boyun hissəsində elə bir döyünür. Çox qorxurlar ki, bu nədir? Yəni, əgər belə bir şey varsa, bir neçə bu üsulumuz var. Birinci üsul, çox dərindən nəfəs alıb, sonra gücənmək, elə bil o nəfəsi güc vermək qarın nahiyəsinə və belə bir neçə dəqiqə nə qədər bacarırlarsa belə qalmaq. Bu, bir də ikinci əllərimizlə göz almasına basmaq. Gözümüzü bağlayırıq, əllərimizi belə yerləşdiririk və biraz yüngülcə basırıq. Təzyiqlə basırıq. Təzyiqlə, bəli. Bunu saxlayırıq, hardasa 1-2 dəqiqə saxlayırıq, ondan sonra buraxırıq və bunu bir neçə dəfə eləyirik ki, ürək döyüntüləri normaya düşsün. Belə bəzi pasiyentlər hansı ki, öyrəşib buna, özünü də çox üzr istəyirəm efirdə deyirəm, qusturur. Yəni belə bir şey olur. Onunla da rahat olur. Yəni qusma olanda, amma bu biraz yaxşı metod deyil. Ən yaxşı budur. Ya gözünüzə basmaq, ya da dərindən nəfəs alıb gücü deməli qarın boşluğuna verməkdir. Və bununla çox vaxt, bir çox hallarda bu ürək döyüntüləri tamamilə düşür normaya, insan rahatlanır. Əgər bu üsulları elədikcə yenə də taxikardiya keçməyibsə, mütləq təcili yardım çağırılmalıdır. Təcili yardım gəlir, lenti çəkir, görür ki, orada doğrudan da paroksizmal taxikardiya var və müəyyən dərmanları vurur vena daxilində, xəstənin ürək döyüntüləri normaya düşür. Doktor, heç bunlara ehtiyac olmadan müalicə ilə tamam sağalmaq mümkündürmü? Yoxsa bu xəstələr bir ömür dərman qəbul etməlidirlər? Hər iki hal mümkündür. Yəni, eləsi var ki, təəssüf ki, çox uzun müddət preparat qəbul edir, eləsi var ki, yox, sağalır. Bəzilərində ablyasiya dediyimiz bir üsulumuz var, ondan istifadə edilir, o zaman sağalır. Yəni, hər bir variant mümkün olur. Tamam sağalan xəstələr hansı xəstələr olur doktor? Ki, bir daha belə bir problem yaşamırlar. O çox individual bir şeydir Gönül xanım. Yəni, biz əvvəldən onu təəssüf ki, deyə bilmirik. Bəzi hallarda insanlar qeyd edir ki, cəmi mənim həyatımda bir dəfə belə bir şey olub. Yəni, elə də ola bilər. İndividual. Doktor, bəs müalicə almazlarsa, hansı sağırlaşmaları mümkündürmü? Bəli, hər bir halın... Yəni, bir ömür deyək ki, bunun yaratdığı bir diskomfort var, ürəyin tez-tez döyünür, bərk döyünür. Təbii ki, bu bir diskomfort yaradır. Bundan başqa bir təhlükəli vəziyyətdə yarada bilərmi bu hal? Bəli, bilirsiniz, ürək hər hansı bir orqan kimi hansısa bir yükə, hansısa bir rejimə, hansısa bir, belə deyək, ritmə nəzərdə tutulub da, belə deyək, təbiətdən. Yəni, ürək nəzərdə tutulub ki, normada 60-100 vurğu olmalıdır. Onda ürək normal fəaliyyət göstərə bilir. Əgər bu sürəkli, yəni uzun müddət ürək döyüntüləri 120-də qalırsa, xəstə elə müalicə eləmir. Məsələn, zobu da var, ürək döyüntüləri 120-dir. Əlbəttə ki, bu ürək daha böyük
yüklə işləyir. Daha böyük yüklə işləyən bir şey daha tez yıpranır da və sıradan çıxır. Əlbəttə ki, əgər ürək döyüntüləri həmişə uzun müddət, illərlə belə bir xəstələrimiz var. İl boyu, illərlə 120-130-dan gəzən adamlarımız var. Əlbəttə ki, onun ürəyi daha tez qocalacaq, daha tez sıradan çıxacaq, daha tez ürək çatmamazlığı əmələ gələcək. Son sualla da söhbətimizi yekunlaşdırmaq istəyirəm, doktor. Bu problem cavan adamlarda da, gənclərdə də yarana bilərmi? Əlbəttə, bu problemin yaşı yoxdur. Hər iki patologiya, həm sinus tahikardiyası, həm də paroksizmal tahikardiyalar hər bir yaşda mümkündür. Sinus tahikardiyalar, mən bayaq dediyim kimi, anemiyada olub, tiroid anemiya balaca uşaqlarda da olur. Yəni, ola bilər. Ona görə, bəli, bu balaca uşaq, cavan adamda da ola bilər, yaşlı. Paroksizmal tahikardiya isə ən çox mən fikir vermişəm, daha cavan adamlarda olur əksinə və çox vaxt qadınlarımızda olur. Çünki qadınlar emosional biraz daha labil olurlar kişilərə nisbətən. Paroksizmal tahikardiya ilə qadınlarımız, yəni mənim şəxsən daha çox qadınlar müraciət edir. Yəni ona görə onun nə cinsi, nə də yaşı yoxdur. Gəldiyinizə görə təşəkkür edirəm, doktor. Çox sağ olun. Əziz tamaşaçılar, bizim qonağımız kardioloq Validə Ağayeva idi. Efirimiz isə davam edir. Bəli, beləcə bir həftənin də sonuna gəlib çatdıq və geyimə görə isə Voma Butikə təşəkkür edirəm. Əziz xanımlar, havalar isinir, yaz gəlir. Təbii ki, qardirobu yeniləmək lazımdır, yeni geyimlər lazımdır. Əgər keyfiyyətli və münasib qiymətə yeni geyimlər əldə etmək istəyirsinizsə, yolunuzu Voma Butikdən sala bilərsiniz. Hazırda ekranda telefon nömrəsini və Instagram hesabında görürsünüz. Təşəkkürlər, Voma Butik. Beləcə bir həftəni də geridə qoyduq. Gözəl bir həftə oldu deyə düşünürəm. Çox maraqlı qonaqlarla maraqlı söhbətlər etdik. Şənbə, bazar istirahət edirik. Birinci gün yenə sağlam səhət işinin başında olacaqdır. Sağ olun, sağlıqla qalın.